Azərbaycan ədəbiyyatının zatı irfandır. İrfan ərəbcədən gələn və bilmək mənasını verən düzəltmə sözdür. İrfan bilən adamın elmidir. Bu elm isə dəqiq elm deyil, nəzəri spekulyativ bilgidir. İrfan fəlsəfi baxımından özünü bilən Rəbbini bilir deyiminə söykənir. Bu sözü ilk dəfə İskəndəriyyəli Kliment söyləyib. Bu deyim Sokratın özünü tanı dediyi fəlsəfi yolun davamıdır. İrfana görə insan öncə özünü tanımalıdır ki, varlığı tanıyanda səhvə yol verməsin. Heidegger deyirdi ki, varlıq ona pis gözlərlə baxana sirrini göstərməz. Özünü tanıyan varlıqda negativ səbəb axtarmaz. İrfan varlığa gözəl baxanın elmidir. Dante Avropada nəhəng projektor kimi qaranlıq çağın sonlarında işığını insana fokuslayıb humanizm ideyalarını təbliğ edəndə şərqdə də insanın özünə tanıdılması prosesi başlamışdı. Təsəvvüfdə özünü göstərməyə başlayan hikmət-i işrak, vəhdət-i vücud kimi anlayışlar Hind vedalarından tutmuş Pifaqorun dini təliminə, Misirdə Tanrı Totun çilə gecələrindən üzü bu yana, Yəhudilərin Kabbala mətnlərinə qədər qarışıq bir trayektoriya çizmişdi. Hətta Dante'dən əvvəl yaşamış Muhyiddin İbn Ərəbi 12-ci əsrdə Əndəlüsdə xristianlıqdan, Şimali Afrikada bütpərəstlikdən, Anadolu və İrandakı şamanizmdən, Zərdüştlük və Mənixeizmdən, Suriyadakı İsmaillikdən bir çox şeylər alıb təsəvvüfün əsasını yaratmışdı. Ərəbi antik mətnləri İslamla modernizasiya edərək irfan terminologiyasını, yəni təsəvvüfün terminologiyasını da hazırlamışdı. İrfanın əsas ideyası sayılan vəhdət-i vücud fəlsəfəsinə görə varlıq, materiya Allahın sifətlərinin təzahürləridir. Yəni yaradanla yaradılan eyni mahiyyətə sahibdir. İnsanda gizlin olanın izləri var. Ona görə də irfan yolçuları olan sufilər öz bədənlərinə bir növ laboratoriya kimi yanaşırdılar. Onun üzərində ruhani təcrübələr keçirir, onda gizlin olanı tapmağa, aşkarlamağa çalışırdılar. Sir özünü sirrə fəda edənə açılar. Eşq təlimi bu fədakarlığın praktikası idi. İrfan eşqi insana varlığı gözəl baxmağı öyrədirdi. Budda nəfsini sırağa çəkib iradəsini yox etdiyi kimi, Sufi də iradəsini sınağa çəkib nəfsini yox edirdi. Azərbaycan ədəbiyyatının təməlində belə müthiş bir fəlsəfə dayanır.